bugün çətindir, sabah daha çətin olacaq. Bundan sonraki gün isə möhtəşəm olacaq. İnsanların çoxu sabah axşam təslim olur. Yəni onlar öz hədəflərinə və uğurlarına çata bilmirlər. Uzun müddət bir yerə vurduğu halda orada uğur qazanmaq şansı var. Yəni biznes elə bir növ biznesmenin özünə oxşuyur. Yəni biznesmen özü iradəlidirsə, disiplinlidirsə, onun biznesi də o şəkildə formalaşır. Bədən deyir ki, mən yoruldum. Beyin ona deməlidir ki, yox da sən davam eləməlisən. Bu həm marafonda, həm də ki biznesdə. Tənbəl insanlar elə düşünür ki, onlar az iş görməklə uğura çatacaqlar. Uğurlu insanlar isə əlində olan hər bir şeyi edir, amma yenə düşünür ki, az iş görür. Biznes də elədir. Yəni dayanmadan hərəkət eləmək, tempi saxlamağa çalışmaq və yaxud da tempi artırmaq olar. Dayanmamaq. O 100 dənə qapı döyürlər. 100 qapı, ya minlərlə qapı döyürlər və biri, ikisi açılır və artıq biz onların adını burada belə eşidirik. Yəni xaricdə iş adamıdır, amma biz onu eşidirik. Çünki o minlərlə qapı döyüb.